Hər kəs salamlayıram. Əksəriyyəti deyir ki, mən doymayanda başlayıram sonra çərəz yeməyə atışdıram. Xeyr dostum, mən bunu keçmişəm. Çərəzi qoy qarşıla, 1-2 dənə yeyib görəcəksən ki, o dibidir, bitib. Amma sən doymursansa, heç olmasa toyuğun döşətini, əti, balığı, qreçkanı artır. Çərəzi çox eləmə. Bildim xeyri var. Bəlkə də onların vitamini, mineralı ətdən də, qreçkadan da artıqdır. Prosta yağdır axı. Təbii ki, xeyirli yağdır. Amma sən gündəlik bir 10-15 dənə yeyə bilərsən. Sən çox yemə onu. Yenə deyirəm ki, ondan gələn yağı asandır bədəndən çıxarmaq. Amma sənə artıq çəki verir. Sən deyirsən ki, mən atışdırıram. Atışdırmaq bilirəm necə olur. Hər 5 dəqiqədə bir ovuc götürürsən ki, atışdırıram. Sən düşünürsən ac deyilsənsə bir ovuc yedimcə fiso yaxşıdır. 1 saatdan sonra yenə bir ovuc yedim yaxşıdır. Yox, yığılır dostum, yığılır, yığılır. Sonra deyirsən mənim çəkim düşmür, axı mən çərəz yemişəm. Eləmə dostum, sən özünü aldatma. Mən sənə öncədən deyirəm. Bunları yəni keçmişəm sənə deyirəm. Bir daha söyləyirəm ki, çalış nə edirsən, nə yeyirsən elə depo yaratma. Hər kəsə uğurlar.